Cənab Prezidentim İlham Əliyeva və onun dəyərli xanımı Mehriban Əliyevaya, Xocalı şəhər sakini, şəhid ailəsi Elmira Məmmədova tərəfindən sizə bir müraciətim var. Bu müraciətlə mən Xocalı soyqırımı zamanı 7 şəhid vermişəm. Bu 7 şəhidlə bərabər həyat yoldaşımı da itirmişəm. 7 şəhidin 3'ü 3 qardaşımdır. Heç birinin taleyi məlum deyil. Mən sizdən xahiş edirəm, bir şəhid bacısı, bir şəhid ailəsi kimi, bütün Xocalılar adından, bütün şəhid ailələri adından gələn amnistiya haqqı, gələn əfv fərmanı zamanı Xocalıdan olan balalarımız, şəhid uşaqlarımız, şəhid atalarımız, müharibə ərlərimiz, Qarabağ qazilərimiz də nəzərə alınıb, köməklik göstərilsin.